Over there, Alan. Düşman maalesef burada öyle hunharca insan öldürmüştür ki Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin bağımsız bir devlet olarak kurulduğunu dünya ve tarih önünde ilan ediyorum. Aralıq dənizinin qəlbində yerləşən Kipr adası, əsrlər boyu imperiyaların, böyük güclərin və strateji maraqların toqquşma nöqtəsi olub. Lakin bu torpaqların yaxın tarixi həm də bir xalqın varlıq, ləyaqət və azadlıq mübarizəsinin simvoludur. Hər şey 1960-cı ildə ada üzərində Ortaq Kipr Respublikasının qurulması ilə başladı. Lakin Yunan tərəfinin adanı tamamilə Yunanistana birləşdirmək xəyalı, yəni Enosis planı, çox keçmədən bu ortaqlığı qan gölünə çevirdi. 1963-cü ilin dekabrında tarixə qanlı milad kimi düşən qətliamla Kipr türkləri dövlət rəhbərliyindən sıxışdırıldı, kəndləri mühasirəyə alındı və ən sadə insan haqlarından məhrum edildi. Kipr türkü öz doğma vətənində qaçqın vəziyyətinə düşdü, lakin təslim olmaq niyyəti yox idi. Doktor Fazıl Kiçik və Rauf Denktaşın rəhbərliyi ilə başlayan müqavimət hərəkatı adadakı türk varlığının sipərinə çevrildi. Təqvimlər 15 iyul 1974-cü ili göstərdikdə adadakı Yunan hərbi xuntası qanunsuz bir çevrilişlə hakimiyyəti ələ keçirdi. Bu Enosis'in, yəni türklərin adadan tamamilə silinməsinin son mərhələsi idi. Kipr türkləri üçün ölüm dirim saatı gəlmişdi. Türkiyənin müdaxilə eləyə bilməyəcəyini düşünən və saat fərqindən arxayın olan Yunan tərəfi isə psixoloji təzyiqi pik həddə çatdırmışdı. Adadakı Yunan radioları, xüsusi olaraq türk dilində məşhur "Bekledim də gəlmədin" mahnısını yayımlayaraq Türkiyəni açıq şəkildə lağa qoyur, müqavimətin ümidini qırmağa çalışırdı. Bekledim da gelmedin, sevdiğin mi bilmedin. Lakin onlar qarşılarında necə bir iradənin dayandığını çox tez anladılar. 1974-cü ilin iyulun 20-si səhər radələrində o məşhur şifrəli mesaj radiolardan səsləndi. Ayşə tətilə çıxsın. Bugün bu anda kahraman Türk Silahlı Kuvvetleri Kıbrıs'ın her yanında havadan ve denizden çıkarma yapmaktadır. Kazanız mutlu olsun. Bu andan etibarən psixoloji müharibənin tərəfi dəyişdi. Yunanistanın təhqiramiz lağlağasına cavab olaraq həm Mersin limanında gəmilərə minib yola düşən türk hərbiçilərin səs gücləndiricilərindən, həm də Kiprin daxilində gizli sığınacaqlardan yayım eləyən müqavimətin səsi olan Bayraq radiosundan eyni anda tək bir mahnı bütün Aralıq dənizində əks-səda verdi. Bu qədər ürəkdən çağırma məni, bir gecə ansızın gələ bilirim. Bu kadar yürekten çağırma beni, bir gece ansızın gelebilirim. Mersindən hərəkət eləyən hərbi gəmilərdəki əskərlərin xorla oxuduğu bu mahnı radyo dalğalarla adadakı Yunan mövqelərinə çatanda 10 illiklərdir gözlənilən ədalətin və sülhün qətiyyətli sədasına çevrildi. Minutes past 6 and the first of the Turkish troops have landed in Cyprus. Over there, Alan. Başka birliklerimiz de dalga dalga Kıbrıs'a doğru akmaktadırlar. Türk Silahlı Kuvvetleri ateş açılmadıkça ateş etmeyeceklerdir. Göydən paraşütlərlə enən və dənizdə sahilə çıxan Mehmetçik bu musiqinin sədaları altında adada türklərin təhlükəsiz yaşaya biləcəyi azad bir koridor formalaşdırdı.
Sülh hərəkatı hərbi qələbəni təmin elədi. Harekatın en zorlusu olan, düşman tarafından çok iyi bilinen bir arazide, ormanlık, örtülü, kayalık bir arazide düşmanla tereddütsüz çatışmaya girdiler. Ben şahsen Mehmetçiğimin kabiliyetinden gurur duyuyorum. Ayrıca arz etmek istediğim bir husus var. Biz millet olarak gerçekten âlicenap bir milletiz. Büyük bir milletiz. Biz düşmanımızın dahi mert olmasını isteriz. Fakat karşımızdaki düşman maalesef burada öyle hunharca insan öldürmüştür ki bunları kendim gördüm ve arz ediyorum. Bunun bilinmesinde tarih önünde fayda var. Lakin siyasi mübarizə davam eləyirdi. Kipr türkləri uzun illər boyu federasiya qurmaq və adada bərabər hüquqlu millət olmaq üçün diplomatik danışıqlar aparırdılar. Lakin Yunan tərəfinin kompromissiz yanaşması və türkləri azlıq statusunda görmək istəyi hər bir masanı devirirdi. Kipirdəki türk xalqı öz taleyini özü həll eləməli idi. Tarixi qərar 15 noyabr 1983-cü ildə gəldi. Kipr Türk Federal Məclisi yekdillik ilə müstəqillik bəyannaməsini qəbul elədi. Kipr Türkünün əfsanəvi lideri, Şimali Kipr Türk Cumhuriyyətinin qurucusu və prezidenti Rauf Denktaş xalqa müraciət edərək dövlətin elanını bu sözlərlə dünyaya bəyan elədi. Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin bağımsız bir devlet olarak kurulduğunu dünya ve tarih önünde ilan ediyoruz. Bu eser hepinizindir. Dağ başını duman almış. Yürüyelim arkadaşlar. Bu bəyanat 10 illiklər boyu çəkilən acıların, verilən şəhidlərin və bitməyən müqavimətin dövlət statusunda daclandırılması idi. Bugün Şimali Kipr Türk Cumhuriyyəti beynəlxalq arenada tətbiq olunan qanunsuz embargolara və siyasi təzyiqlərə baxmayaraq öz ayaqları üzərində dayanan möhkəm demokratik bir dövlətdir. Şimali Kipr Türk Cumhuriyyəti təkcə adada yaşayan türklərin vətəni deyil, həm də Türk dünyasının Şərqi Aralıq dənizindəki strateji qalası, Mavi Vətənin ayrılmaz bir parçasıdır. Son illərdə Şərqi Aralıq dənizində kəşf edilən enerji resursları və geosiyasi dəyişikliklər Şimali Kipr Türk Cumhuriyyətinin əhəmiyyətini bir daha ortaya qoydu. Artıq beynəlxalq masada iki fərqli və müstəqil dövlətin varlığı qaçılmaz bir reallıqdır. Türk dövlətlərinin və xüsusən Azərbaycanın Şimali Kipr Türk Cumhuriyyəti ilə qurduğu mədəni, parlamentlər arası və siyasi əlaqələr bu gənc cumhuriyyətin qlobal inteqrasiyasına yeni nəfəs verir. Azadlıq asan qazanılmadı. Bugün Şimali Kipr səmalarında dalğalanan ay ulduzlu bayraq canlarını fəda eləmiş şəhidlərin və müqavimət ruhunun əmanətidir. Azadlığının il dönümü mübarək olsun. Şimali Kipr Türk Cumhuriyyəti. Mirzə Altay, Əli Məmmədov, xüsusi olaraq Medialog üçün.